Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Hoş gördük hər birinizi. Allah Tebaraka və Teala bu dünyada biz insanlara müxtəlif elmlər bəxş etmişdir. Və bu elmlərin hər birinin biz insanların həyatında bir yeri, bir önəmi vardır. Bu elmlərdən biri də şəriət elmləridir, yəni İslami elmlərdir. Və bu elmlərin içərisində məhz elə ən şərəflisi də, ən üstünü də şəriət elmləridir. İnşallah biz bu günləri kiçik bir kitabça götürəcəyik və bu götürəcəyimiz kitabça elə şəriət elmlərinin öyrənməsi ilə bağlıdır. İndi isə bu kitabça haqqında sizlərə məlumat vermək istəyirəm. Deməli, götürəcəyimiz bu kitabça şəri elm tələb edənlər üçün Qızıl Tövsiyələr kitabının müxtəsər formasıdır. Kitabın müəllifi, Allah ona rəhmət eləsin, Şeyx Əbu İslam Salih İbn Taha Əbdülvahiddir. Və bu kitabı Şeyx Mahmud Əbdüleyni müxtəsər şəklə salmışdır. Biz az öncə qeyd etdiyimiz kimi onu müxtəsər formasını, yəni kitabça halında olan formasını götürəcək. Kitab 11 tövsiyədən ibarətdir ümumilikdə. Və bu tövsiyələrə baxdıqda inşallah görəcəyik ki, bu tövsiyələr əslində hər bir insana aid olan, hər bir insana lazım olan tövsiyələrdir. Lakin elm tələbəsi, yəni şəri elm tələb edən bir kəs xüsusilə bu tövsiyələrə diqqət eləməlidir. Kitabın adını mən bir daha təkrar edirəm. Şəri elm tələb edənlər üçün Qızıl Tövsiyələr. İndi isə biz keçirik burada, bu kitabçada kiçik müqəddimə var və bu müqəddimə kitabı ixtisar hala salan Şeyx Mahmud Əbdüleyni tərəfindən yazılmışdır. Müqəddiməni oxuyuruq. Həmd Allaha məxsusdur. Salavat və salam Allahın Rəsuluna, onun ailəsinə, səhabələrinə və ona tabi olanların üzərinə olsun. Və sonra fitnələrin yayıldığı bir dövrdə alimlərlə birlikdə olmaq və elm öyrənmək axirəti istəyən kəs üçün nicat yoludur. Bu məqsədə ixlas və qətiyyətlə çalışan şəxsin aid olar. Əziz şeyximiz Əbu İslamın elm tələb edənlərə Qızıl Tövsiyələr kitabını ixtisar etməyin böyük fayda verəcəyini düşündü. Xüsusilə də fitnələrin çoxaldığı, bəla və müsibətlərin geniş yayıldığı, səmimi nəsihətçilərin və alimlərin azaldığı bu zamanda. Allahdan diləyirəm ki, bu nəsihətləri mənim və elm tələbələri üçün qaranlıq dənizdə yol göstərən bir nur gəmsi etsin. Və sonra ardınca şeyx bu ayəni də qeyd edir və bununla da müqəddimə bitir. Yaxud onların əməlləri dərin bir dənizdəki zülmətlər kimidir. Onu dalğa bürüyür, onun üstündən başqa bir dalğa gəlir. Onun da üstündə bulud var. Bir-birinin üstündə olan zülmətlərdir. İnsan əlini çıxarsa, az qala onu belə görə bilməz. Allah kimə nur verməsə, onun heç bir nuru olmaz. Nur surəsi 40-cı ayədir bu ayə. Yəni, şeyx bunu bu ayəni qeyd edərək, burada bizlərə, yəni oxuyuculara, hamıya çatdırmaq istəyir ki, əgər Allah Təbaraka və Teala insana hidayət nurunu verməzsə, insan o zülmətlər içərisində, çaşqınlıq içərisində azar, qalar və məhv olar. Eyni zamanda da şeyx bənzədir ki, yəni zülmət bir okeanda insan necə azıb qalırsa və bir gəmi necə gəlib ona kömək edir, onu xilas edirsə, Allahın verdiyi hidayət nurunu bax buna bənzədir. Yəni Allah Teala kiməsə hidayət verməzsə, kimi müvəffəq etməzsə, heç kəs ona bu zülmətlər içərisindən yol göstərə bilməz. İndi isə biz tövsiyələrə keçid alırıq. Birinci tövsiyəni şeyx burada qeyd edib, Allah rəhmət eləsin, şəri elm öyrənməyə həris olmaq. Və biz alimlərin dərslərində və yaxud yazdığı kitablarında üsluba diqqət etsək həmişə görərik ki, onlar ilk öncə mövzuya Quran-ı Kərimdən ayə ilə misal çəkərək başlayırlar. Sonra isə mövzunun davamında əgər bu mövzu ilə bağlı hədislər varsa, hədisləri qeyd edirlər. Sonra da özləri bildikləri digər faydaları qeyd edirlər.
İlk önce şeyh burada ayəni qeyd edir. Uca Allah buyurur. Allah'tan qulları içərisində yalnız alimlər layiqincə qorxarlar. Fatir surəsi 28-ci ayə. Deməli bizi bu düşündürəcək. Nəyə görə məhz şeyx bunu burada qeyd elədi? Şeyx izah edir. Şeyxin muradı budur ki, yəni Allah'tan qulları içərisində, bəndələri içərisində layiqincə qorxanlar məhz alimlərdir. Yəni digər müsəlmanlar da Allah'tan qorxurlar. Amma o müsəlmanların Allah'tan qorxması alimlər kimidirmi? Cavab olur ki, xeyr. Deməli biz əgər Allah'tan layiqincə qorxmaq istəyiriksə, o yüksək mərtəbəyə, o dərəcəyə çatmaq istəyiriksə, bunun üçün nə etməliyik? Şər'i elmləri öyrənməliyik. Deməli, yalnız və yalnız şər'i elmlər bizi o dərəcəyə, o mənzilə çatdıra bilər. Və bu həm ona işarətdir ki, biz yalnız alimlərin yolunu getməklə o elmə, o dərəcəyə nail ola bilərik. Həmçinin şeyx burada vurğulayır ki, şər'i elm dedikdə Qurana, sünnəyə və səhabələrin fəhminə, yəni səhabələrin anlayışına və onlara gözəl şəkildə tabi olanların yoluna əsaslanan elm nəzərdə tutulur. Deməli, bundan kənarda olan elmlər, şər'i elmlər, yəni İslami elmlər adlanmır. Və burada müxtəlif insanların şəxsi fikirləri, rəyləri, nəyisə təxmin eləmələri, özlərindən nəyisə izah etmələri, təfsir etmələri, deməli bunlar hamısı kənarda qalır. Yəni istənilən bir məlumat, istənilən bir elm, bir fikir, əgər Qurana, sünnəyə və səhabələrin anlayışına, fəhminə uyğun gəlmirsə, bu elm şər'i elm ola bilməz. Bunu hər birimiz nəzərimizdə saxlamalıyıq. Sonra şeyx ardınca, necə ki biz dedik, ardıcıllığa fikir verin, ardınca Allah Rəsulundan rəvayət olunan bu hədisi qeyd edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Alimin abid üzərində üstünlüyü, ayın digər ulduzlar üzərindəki üstünlüyü kimidir. Yəni, bənzətməyə fikir verin, Peyğəmbər aleyhissalatü vesselam necə bizlərə bunu izah edir. Səhih Ət-Tərğib əsərində bu rəvayət mövcuddur. Yəni, alimlə abidin arasındakı fərq nədədir? Elmdədir. Yəni, başlıqda bizə demişdi axı ki, biz şər'i elm tələb etməyə həris olmalıyıq. Yəni, şər'i elmləri öyrənməliyik. Deməli, alimlə abidin arasındakı fərq məhz elə bu şər'i elmdədir. Və diqqət etsək, biz İslam tarixinə də baxsaq görərik ki, böyük İslam alimləri, dahi alimlər həmişə şər'i elm öyrənməklə məşğul olmağı nafilə ibadətlərlə, baxın diqqət edin, nafilə ibadətlərlə məşğul olmaqdan, nafilə ibadətləri etməkdən daha üstün, daha fəzilətli saymışlar. Nəyə görə? Çünki fərz ibadətləri, vacib ibadətləri bütün müsəlmanlar edir. Alim də, abid də, digər insanlar da edir. Amma abidin fərqi nədədir? Abid nafilə ibadətləri artırır, nafilə ibadətləri çoxaldır. Biz ilkin baxışda bu bizə gözəl görsənə bilər. Lakin fərq hardadır? Allah Rəsulu bunu bizə çatdırır ki, necə ki ulduzlar mövcuddur. Lakin ulduzların o işığından insanlar nə dərəcədə faydalanır? Eyni zamanda ay da mövcuddur. Ayın işıq saçmasından, ayın verdiyi işıqdan insanlar nə dərəcədə fərqlənir? Baxın necə Allah Rəsulu bənzədir. Alimləri Allah Rəsulu aya bənzədir. Abidi isə ulduzlara bənzədir. Yəni, abidin faydası olsa da belə, alimlərin faydası daha çoxdur. Nəyə görə? Çünki onlar şər'i elmləri öyrənirlər və öyrəndikləri o elmə əsasən əməl edirlər. Lakin tarix boyu biz baxsaq, abidlər olub. Lakin abidlər ibadətə daha çox yönəlib. Elmdən uzaqlaşdıqları üçün xətalara yol vermiş olurlar. Məhz Allah Rəsulu da elmin şərəfini, elmin dəyərini, elmin üstünlüyünü bizə göstərmək üçün bu misalı bizlərə çəkmişdir. Sonra isə biz qeyd etdik ki, 11 tövsiyədir. Bu birinci tövsiyədir. Hələ ki biz buna davam edirik.
Və bu birinci tövsiyənin içərisində Şeyx Allah ona rəhmət eləsin, bizə tövsiyələr verir. Çünki ilk öncə bizlərə çatdırdı ki, biz şəri elm öyrənməliyik və sonra bu şəri elmi öyrənmək üçün bir neçə tövsiyələr qeyd edir. Buna daha doğrusu tövsiyə yox, yəni şəri elm öyrənməyə yardım edən vəsilələri şeyx bizə qeyd edir. Bir neçə vəsiləni qeyd edir. İlk öncə şeyx toxunur burada təqvaya. Təqva nədir? Təqva Allah qorxusudur. İnsanın Allahdan haqqı ilə qorxması, ixlaslı olmasıdır. Uca Allah buyurur. Yenə də həmin üslubda şeyx burada ilk olaraq ayəni qeyd edir. Sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmağı, yəni təqvalı olmağı tövsiyə etdik. Əgər küfr etsəniz, bilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Allah zəngindir və tərifə layiqdir. Ən-Nisa surəsi 131-ci ayə. Deməli, biz ayəyə diqqət etsək görərik ki, Allah təbaraka və təala deyir ki, sizə də və sizdən öncəkilərə də, kitab verilənlərə hamısına Allahdan qorxmağı, yəni təqvalı olmağı tövsiyə etdik. Deməli, təqva bütün Allah bəndələrinə, yəni bütün insanlara aiddir. Xüsusilə biz ki, mövzumuzda burada şəri elm tələb etməkdən danışırıq. Deməli, şəri elm tələb edən insan, elm tələbəsi xüsusilə bu təqva mövzusuna diqqət etməlidir. Çünki elm tələbəsi o elmi ilə digər insanlardan seçilir və seçilməlidir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətinə etdiyi bir tövsiyədir bu. Hansıdır o tövsiyə? Bu hədisi Əbu Umamə, məşhur səhabə Əbu Umamə radiyallahu anh bu rəvayət edir. Baxın, məqam çox mühüm məqamdır. Deyir ki, səhabə, mən Rasulullahın, ona və ailəsinə Allahın salavatı və salamı olsun, vida həccində, vida xütbəsi verərkən belə buyurduğunu eşitdim. Rəbbinizdən qorxun, 5 vaxt namazınızı qılın, Ramazan orucunu tutun. Təbii ki, hədisin ardı da var. Bu qədərilə biz kifayətlənir. Çünki bizə lazım olan hissəsi harasındadır? Hədisin əvvəlindədir. Deməli, bu hədis Əs-Silsilətü's Sahihədə mövcuddur. Allah Rəsulu ilk olaraq nə dedi? Rəbbinizdən qorxun. Yəni, biz az öncə ayədə də qeyd eləmişdik. Bu nədən bəhs elədik? Allahdan qorxmaq, yəni təqvalı olmaq. Biz bir daha hara qaydırıq, xatırladırıq. Elə başlanğıcda da o elm öyrənməyə yardım edən vəsilələrin içərisində ilk olaraq şeyx nəyi bizə tövsiyə etmişdi? Təqvalı olmağı. Baxın, bu ayə və hədisə əsasən o təqvalı olmağı qeyd etmişdi. Nəyə görə? Çünki təqva hər şeyin başıdır. Yəni, hər şeyin əvvəlində gəlir. Çünki Allahdan haqqı ilə qorxan insan öyrəndiyi elmində də məsuliyyətli olacaq. Sonra o elmi yaymaqda, o elmi əda etməkdə də məsuliyyətli olacaq. Yəni, bunların hamısının təqva ilə bağlılığı var. Təqva insanı bu cür olmağa yönləndirir. Və təbiidir ki, bizim o böyük alimlərimiz, hansı ki, başlanğıcda ayədə də qeyd eləmişdik, onlar hamısı təqva sahibləridir. O dərəcəyə nail olublar ki, Allah Taala o həqiqi alimləri Quran-ı Kərimdə zikr etmişdir və onların məqamını qeyd edərək demişdir ki, onlar Allahdan layiqincə, haqqı ilə qorxarlar. Ona görə də hər birimizin təqvalı olmağımız gərəkir, xüsusilə də elm tələbələrinin. Çünki bu təqva, əgər biz aldığımız bu elmdə təqvalı olaraqsa, bu təqva bizi ədalətli olmağa, elmimizi yaymağa, həmçinin bu öyrəndiyimiz elmə xəyanət etməməyə sövq edər. Yox, əgər bu öyrəndiyimiz elmlərdə təqvalı olmarıqsa, Allah qorusun bu öyrəndiyimiz elmlər bizim əleyhimizə olar. Allah Teala'dan müvəffəqiyyət diləyirik. Sonra həmçinin şeyx burada qeyd edir. İkinci vəsiləni qeyd edir burada. Elm öyrənmək, eyni zamanda elm öyrənmək, yəni bununla kifayətlənmək yox. Elm öyrənməkdə səbirli olmaq, davamlılıq, çalışqanlıq. Çünki ola bilər ki, bəzi insanlar bunu yanlış anlayarlar.
Yəni bəzi məlumatlar, bir neçə il elm öyrəndikdən sonra onlara elə gələ bilər ki, artıq mən elm öyrənmişəm, müəyyən qədər ərəb dilindən bilirəm və bu kifayət edir. Xeyr, şeyx bunu qeyd etmək istəyir ki, bu yolda səbirli olacağıq, yəni bu o deməkdir ki, biz daima elm alacağıq, elm öyrənmək heç vaxtı dayanmır. Davamlılığı tövsiyə edir bizə və çalışqan olmağı. Çünki bu elm bizdən davamiyyət tələb edir və çalışqan olmağı tələb edir ki, biz o alimlərin nail olduğu o gözəl dərəcəyə biz də gedib çata bilək, ona nail ola bilək. Uca Allah buyurur, şeyx burada yenə də ayəni qeyd edir. Bilin ki, Allahdan başqa ibadət, bil ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Öz günahın üçün bağışlanma dilə. Ayənin ardı var, biz bununla kifayətlənirik. Muhammed surəsi 19-cu ayə. Fikir verin, Allah Teala ayəni nə cür başladı? Bil ki, deməli və ardınca Allah Teala bizlərə deyir ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Deməli, biz elm öyrənməyə başlayarkən, daha doğrusu Allah Teala bil ki deyir. Yəni, bir insanın bilməsi nə ilə olur? Öyrənməsi ilə olur. Deməli, ilk olaraq ayənin əvvəlində Allah Teala bizi elm öyrənməyə yönəldir. Və sonra hansı elmə yönəldir? Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yəni, ilk öncə öyrənəcəyimiz bizim tövhid elmi olacaqdır. Rəbbimizi tanıyacaq. Sonra isə onun ardınca digər elmlər gəlir. Deməli, bilmək, öyrənməklə olur. Yəni, ilk öncə elm gəlir, ondan sonra nə gəlir? Əməllər gəlir. Sonra ayənin ardında deyir ki, öz günahın üçün bağışlanma dilə. Deməli, sən elm alacaqsan, harada günahlar etmirsən, harada xətalar etmirsən, bunu biləcəksən, onun ardınca əməl edəcəksən. Deməli, istiğfar nədir? İstiğfar da bir əməldir. Və bu ardıcıllığı bizə öyrədir. Və bizim həmin bu məqamda nə yadımıza düşür? Az öncə yuxarıda qeyd etdiyimiz alimlə abidin arasında olan misal yadımıza düşür ki, deməli, hər bir şeydən öncə elm gəlir. Biz elm öyrənməliyik ki, elm bizi doğru şəkildə ibadət etməyə, doğru istiqamətə yönəlməyə bizə yardımcı olsun. Əks halda biz elmi olmamış ibadət edəriksə, xətalara yol verərik. Necə ki, yəqin ki, hər biriniz rastlaşmısınız. Bəzi insanlar olur, görürsən ki, hər hansısa bir əməli edir bəzi müsəlmanlar. Soruşursan ki, qardaş, məsələn, bu əməli nəyə görə edirsən? O deyir ki, burada nə problem var ki? Mən sadəcə olaraq ağlıma gəldi, fikrimə gəldi, belə bir ibadəti edirəm. Amma alimlərdən soruşuruq, hədislərə baxırıq, axtarırıq, görürük ki, belə bir ibadət yoxdur. Baxın, bu açıq-aşkar misaldır ki, yəni nə çoxdur bunu edən insanlar, bu xüsusilə də bugünkü günümüzdə. Ona görə də biz diqqət etməliyik. İlk öncə şeyx də elə şeyxin muradı budur ki, məhz bütün insanları o istiqamətə yönəldir ki, birinci biz elmi alacağıq. Sonra o elmimizin əsasında Allaha düzgün şəkildə ibadət edəcəyik. Və bu elm yolunda səbirli olacaq, davamiyyətli olacaq və çalışqan olacaq. Və sonra şeyx digər rəvayəti burada qeyd edir. Daha doğrusu şeyx qeyd edir ki, İmam Buxari bu ayəyə əsasən fikir verin. Hansı ayədir o? Bil ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, öz günahın üçün bağışlanma dilə. Muhammed surəsi 19-cu ayəsinə əsasən İmam Buxari öz səhih əsərində nə etmişdir? Belə bir başlıq açmışdır. Elm söz və əməldən öncədir. İmam Buxari də öz səhih əsərində buna işarət edir. Həmçinin şeyx burada qeyd edir ki, bu rəvayəti qeyd edir. Bu rəvayət Buxaridə və Müslimdədir bu hədis. Kim elm almaq üçün yola çıxarsa və yaxud elm tələb etmək üçün hər hansısa bir vəsilələrdən, istiqamətlərdən, yollardan birini götürərsə, Allah ona bununla cənnətə gedən yolu asanlaşdırar. Təbii ki, bu hədis kimlərə şamildir? Yəni, kim elm tələb etmək yoluna çıxarsa və bu yolda səbr edərsə, davamiyyətli olarsa, çalışqan olarsa, Allah da ona cənnətə gedəcəyi o yolu asanlaşdırar. Məhz ona görə də şeyx bu başlığı qoymuş və burada bu rəvayəti qeyd etmişdir. Allah ona rəhmət eləsin. Sonra keçirik, biz artıq 2 dənə elm almağa yardım edən 2 vəsiləni qeyd elədik. İndi isə 3-cü vəsiləyə keçirik.
üçüncü vəsilə nədir? Əzbərləməkdir. Deməli, biz elm tələb edərkən bacardığımız qədər əzbərə önəm verəcəyik, yəni imkan daxilində əzbərə önəm verəcəyik. Sonra isə Şeyx burada rahmehullah burada qeyd edir ki, elm tələbəsi öyrəndiyi elmi təkrarlamağa və qoruyub saxlamağa çalışmalıdır. Bu isə ona, yəni elm sahəsində möhkəm olmağa yardım edəcəkdir. Yəni onu sinəsində, əzbərində saxlamalıdır ya da onu yazıb qeyd etməlidir. Və nə gözəl olar ki, insan əzbərə də üstünlük verə, eyni zamanda da yazmağa da önəm verə. Bu təbii ki, daha gözəl olur. Və şeyx sonra qeyd edir ki, elmin bəlası unutmaqdır. Əgər bir tələbə öyrəndiyi elmlərə yenidən baxmazsa, təkrar etməzsə, öyrəndiyi elm itib gedər və onu həmin o tələbə unudar. Sonra dördüncü tövsiyəyə şeyx toxunur, alimlərlə birgə olmaq. Baxın, daha doğrusu dördüncü vəsilə. Bu dördüncü vəsilə həqiqətən də çox önəmli bir vəsilədir. Yəni, elm öyrənməyə yardım edən vəsilədir, çox önəmli bir vəsilədir. Yəni, alimlərlə birlikdə olmaq nədir? Əgər bizim yaşadığımız yerdə alimlər varsa, elm tələbələri varsa, onların dərslərində iştirak etmək, daima onlarla təmasda olmaq, nəysə bir qaranlıq qalanda, nəysə bir sual çıxanda, onlara dərhal yönəlmək. Yəni, tanımadığımız insanlardan, internetə müraciət edərək bilmədiyimiz səhifələrdən, mənbələrdən götürmək deyil, alimlərə, elm tələbələrinə müraciət etməkdir. Və əgər bir insanın ki, burada şeyx qeyd edir ki, alimlərlə birgə olmaq, əgər bir insanın yaşadığı, belə deyək, ölkəsində, bölgəsində elm tələbələri olmazsa, alimlər olmazsa və yaxud çox az olarsa, təbii ki, etibarlı elm əhlinə, məsəl üçün, internet üzərindən hər hansısa mötəbər səhifələrdən onları izləməklə, onların dərslərini dinləməklə, bu cürlə inşallah ki, onlarla bərabər olmuş kimi sayılar. Və şeyx ardınca burada ayəni qeyd edir, Allah sizdən iman gətirənlərin və özlərinə elm verilənlərin dərəcələrini yüksəldər. Mücadilə surəsi 11-ci ayə. Fikir verin, Allah Teala iman gətirənlərin dərəcələrini yüksəldər. Və həmçinin özlərinə elm verilənlərin dərəcələrini yüksəldər. Bu ayə həmçinin alimlərin Allah qatında dərəcələrinin nə qədər üstün olmasına dəlalət edir. Və təsəvvür edin ki, biz insanlar və elm tələbələri alimlərlə, yəni Allah qatında dərəcəsi üstün olan insanlarla ünsiyyətdə olarsa, bu bizim üçün çox böyük bir, belə deyək, bir uğurdur. Bizim üçün böyük bir, belə deyək, xeyirdir. Və bu bizim bu dünyada fitnələrdən sabit qalmağımıza böyük yardım edər. Bu çox önəmli tövsiyədir, alimlərlə birgə olmaq. Çünki biz hansı ki başlanğıcda da demişdik, xüsusilə də bu xitab elm tələbələrinə aiddir. Yəni, elm tələbinə başlayarkən şeytan bizə müxtəlif vəsvəsələrlə gəlir. Bəzən müəyyən qədər ərəb dili öyrəndikdən sonra, müəyyən bir dərəcəyə, müəyyən bir səviyyəyə gəlib çatdıqdan sonra şeytan vəsvəsə edir ki, artıq sən oxuya bilirsən, müstəqil şəkildə başa düşə bilirsən. Artıq yəni hər hansısa bir şeyxin yanına getməyə, elm üçün harasa getməyə ehtiyac yoxdur. Kimdənsə soruşmağa ehtiyac yoxdur. Artıq sən oxuyursan, başa düşürsən. Məhz ona görə də şeyx bizə qeyd edir ki, xeyr, əsla belə deyil. Biz daima alimlərlə birlikdə olmalıyıq. Hətta biz böyük alimlərin həyatına baxsaq, görərik ki, onlar hər hansısa bir məsələlərdə digər alim yoldaşlarından və özlərindən də daha elmli olan alimlərdən, şeyxlərdən soruşmuşlar, məsləhətləşmişlər, elmi müzakirələr etmişlər. Və həmçinin şeyx burada başqa bir ayəni də qeyd etmişdir. Allah ona rəhmət eləsin. Deyir, heç bilənlərlə bilməyənlər bir olarmı? Ancaq ağıl sahibləri ibrət alarlar. Həmçinin bu ayə də alimlərin fəzilətinə, alimlərin Allah qatında dərəcəsinə işarə edir. Deməli, bizim alimlərlə olmağımız nə dərəcədə mühümdür və önəmlidir və bizim alimlərdən uzaq olmağımız nə dərəcədə pisdir və təhlükəlidir. Çünki alimlər
Yəni elm yalnız, yəni həqiqi şər'i elm, həqiqi İslami biliklər yalnız alimlərlə birlikdə olmaqla əldə olunur. Çünki insan tək başına qalarsa, tanınmadığı mənbələrdən, tanınmadığı kitablardan, öz şəxsi düşüncələri ilə elm oxuyarsa, bu zaman ciddi xətalara yol verər və bu insan, Allah qorusun, azaraq çox fərqli fikirlərə, fərqli yol düşüncələrə düşmüş olar. Alimlər isə Allahın izni ilə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdən üzü bu yana neçə əsrlər keçməyinə baxmayaraq, sahabələr Peyğəmbərdən öyrəndilər, ona Allahın salavatı və salamı olsun, sonra onlardan tabeinlər öyrəndi, sonra ətbaut tabein öyrəndi. Baxın, bu şəkildə, zəncirvari şəkildə digər alimlər onlardan öyrəndi. Bizim şəriət elmləri, İslami elmlər hamısı zəncirvari şəkildə öyrənildi və öyrədildi. Bu şəkildə bizim günümüzə gəlib çıxdı. Ona görə də bir daha təkrar edirik ki, alimlərlə birlikdə olmaq bu çox önəmli bir məsələdir və buna diqqət edəcəyik. Və bununla da biz birinci tövsiyəni bitirdik. Hansı ki, dərsin başlanğıcında qeyd eləmişdik, şeyx dedi ki, 11 tövsiyədir. Bununla da biz birinci tövsiyəni bitirdik. İnşallah gələn dərslərimizdə də digər tövsiyələrə də toxunacağıq. Uca Allahdan faydalı olmasını diləyirik. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin.